Salam aleykum. Deməli, glukoza qızqırır. Deməli, bizdən ancaq üzüm maddələr tələb elədiyinə görə ancaq üzüm maddələr yazacağam. 2 mol C2H5OH. Oradan CO2 də alınır, yazmıram. Glukoza deməli qızqırır yağ turşusuna C3H7 COH. Orada hidrogenlə CO2 də alınır, onu yazmıram. Üzüm maddə mənə maraqlıdır. Bir də glukoza qızqırır deməli süt turşusuna karbon H3, karbon HOH, COH, burada 1-2 yazıram. İndi 10 mol glukozadır. Tutaq ki, onun məsəl üçün X mol burada sərf olur, onda 2 qismindən alınır, Y mol burada sərf olunur, Y demək buradan alınır. Eyni zamanda Z də burada sərf olunur, 2Z də buradan alınır. Aydındır. İndi X plus Y plus Z bərabər də 10 bu glukoza. İndi bizə deyir OH sayı 12'dir. OH sayı burada var 2X. OH sayı COH-daki deyir OH nəzərə alma. Bir də burada var 2Z. Yəni əmsalı vururam ora. Bərabər də 12. Hər tərəfi 2-yə bölürəm. Bu da neçə eləcək? 6. Deməli X plus Z bərabər də 6-ya. Sonra sistem tənliyi alt-alta çıxıram. Bundan bu getdi. Eyni zamanda bundan bu getdi. Y bərabər 4-ə. Y də bizdə yağ turşusudur. Doğru cavab 4-ə bərabər olacaq.